Dostlar, əziz ağalar, 2023-ün belə bir gün gözəl Nissan Armada, yəni əjdahası, SL komplektasiya 5.6 mühərrik V8. Maşının gördüyünüz kimi ön hissəsində nə qədər bilmirəm, necə görsənir, bu dəqiqə qorxub edirsiniz bəlkə də ki, bu nədirsə, yəni belə bir şey deyil maşında. Krilo, gördüyünüz kimi baxın, şveler yerində, bakavin yerində, buralarında birazcasına əziz hissəsi var. Gördüyünüz kimi maşına lazımdır krilo, kapot təmir də oluna bilər, bufer lazımdır, fara. Yəni bunu biz öz salonumuzda çox ideal bir vəziyyətdə, zavod effektində bunu sizin üçün düzəldib göndərərik. Vso. Yəni tam ideal bir vəziyyətdə gördüyünüz kimi. Maşının gördüyünüz kimi 53.500 dirhəm start qiymətli 2023 5.6 mühərrik. Gördüyünüz kimi maşının sağ hissəsində heç bir zədəsi yoxdur, maşının nə batığı, nə zədəsi. Maşının arxa hissəsi də gördüyünüz kimi təmiz. Və maşının sol hissəsi də gördüyünüz kimi təmiz. Bayaqçı zədənin çıxmaq şərtini. Maşında qapıda açarsı daxil olma, kör nöqtənin sensoru, 360 dərəcə kamerası. Belə bir gözəl, yekə bir salonu. Oturacaqların elektron idarə olunması, rolun qızdırıcısı, elektron rolun təmizlənməsi, monitor, lük. Maşın qapısı çox açılmır deyə lap içərini göstərə bilmirəm, amma belə yəni gördüyüm şeyləri sayıram. Maşının vinini sizə göstərim dostlar. Kim maraqlı olarsa dostlar, bizlə əlaqə saxlasın. Maşın çox gözəl qiymətdə oynayıb əldə edə bilərik sizin üçün.